Salam hörmətli dinləyicilər və izləyicilər. Bugünkü çıxışımızın əsas məğzini biz manual terapiya və manual terapiyanın problemləri haqqında istəyirdik və istəyirəm ki, həqiqətən də bu haqda geniş bir balaca məlumat verim sizlərə. Çünki 98-ci ildən manual terapiya işləməyimə baxmayaraq, yəni manual terapiyanın Azərbaycandakı vəziyyəti haqqında doğrudan da danışmağa dəyər. Hal-hazırda Azərbaycan Respublikasında manual terapiya deyilən bir reyestrdə həkim deyilən bir şey yoxdur. Təəssüflər olsun ki, hal-hazırda bu işlə həkimlər, bu həkim olmayanlar da, sınıqçılar da məşğul olur. Və təbii ki, bu manual terapiyanın ən ağırlı yerlərindən biri və birincisidir. Ne üçün? Çünki manual terapiya dedikdə onurğa sütunuyla müalicə üsullarından biri olduğuna görə də onurğa sütunu çox qəliz bir mexanizmə malikdir. Və təbii bu onurğa sütununu müalicə eləməyin yolunu ancaq həkimlər bilə bilər. Yəni bunun fiziologiyasını, quruluşunu, anatomiyasını bilməyən adamın təbii ki, onurğa sütununa müdaxilə eləməsi birinci növbədə qorxu törədir və ikinci növbədə də problem yaradır. Hal-hazırda biz görürük, yəni mən 98-ci ildən manual terapiya işləyirməyinə baxmayaraq, hal-hazırda manual terapevt adı altında dırnaq arasında desək, çox həddən artıq onurğa sütununa müdaxilə edən adamlar var ki, həkim olmadan müdaxilə edərək çox böyük problemlər yaradırlar xəstələrə və hal-hazırda artıq demək olar ki, bir il yarım müddət ərzində belə xəstələrin biz müşahidə edirik. Gəlirlər, yəni onurğa sütununa müdaxilə öyrənmədən, bilmədən, baxmadan dartıb onurğa sütununu cırırlar. Yəni onurğa sütununda elə problemlər yaradırlar ki, bəzən ona müalicə eləməyə artıq böyük bir vaxt və enerji sərf eləməli oluruq. Ona görə də yəni bu problemlər olmasın deyə mən bu günləri qısa da olsa çalışacağım sizə bir onurğa sütunu haqqında balaca bir məlumat verim. Çünki onurğa sütunun anatomiyası elə bir quruluşa malikdir ki, onurğa sütunu demək olar ki, bütün sinir sistemini özündə cəmləşdirən və sinir sistemini onurğa sütunundan bütün daxili üzvləri paylaşdıran bir sütundur. Biz gözəl ad qoymuşuq ona, onurğa sütunu. Bu sütununda 7 dənə boyun fəqərəsi, 12 dənə döş fəqərəsi, 5 dənə bel fəqərəsi, 5 dənə bitişmiş oma sümüyü, bir deyə altında fəqərə, bir də büzdüm sümüyü var ki, yəni bunların içindən də cüt-cüt sinirlər çıxır. Və bu cüt-cüt sinirlər tək onurğa sütunundan çıxmaqla bərabər həm də daxili üzvləri innervasiya edir. Yəni daxili üzvlər həmən bu çıxan sinirlərdən bilavasitə sinir alır. Yəni əgər onurğa sütununda hər hansı bir nahiyədə bir problem varsa, yəni fəqərənin burulması, irəli sürüşməsi, nə bilim, əyilməsi və ilaxır və s. Yəni onurğa sütununda fəqərənin özü 8 istiqamətdə dəyişə bilər. Yəni onurğa sütununun düzəni deyilən bir şey var. Təəssüflər olsun ki, axır zamanlar həkimlərin hətta özü belə, hətta acıları gəlməsin, neyrocərrahların özü belə, yəni artıq rengindən istifadə eləmirlər. Maqnit rezonans tomoqrama çıxandan, katet çıxandan, kompüter tomoqrafı çıxandan demək olar ki, renginin müayinəsi keçib arxa plana. Bəzən xəstələrin özünə belə başa salmaq olmuş ki, qardaş, bizə rengin nə üçün lazımdır? Dərd orasındadır ki, fəqərənin kəsimini göstərmək ayrı şeydir. Fəqərənin düzənini görmək tamamilə ayrı şeydir. Çox böyük ehtimalla deyə bilərəm ki, yəni MRT göstərir, yəni maqnit rezonans tomoqrama, MRT biz deyirik ona. Yəni MRT-də görsənən kəsimlərdə onurğa sütununun düzənini müəyyənləşdirmək çox çətindir. Yəni maqnit rezonans tomoqrama onurğa sütununun kəsimini göstərir. Vertikal və aksial kəsim göstərir ki, yəni bu onurğa sütununun yalnız içindəkiləri göstərir. Qığırdağın vəziyyətini, çıxmış yırtığı varsa yırtığın vəziyyətini, qığırdağın özünün vəziyyətini, sümüyün vəziyyətini, yəni orada kəsimdə çox şeylər görmək olur, amma onurğa sütununun düzəni deyilən bir şey var ki, onu yalnız onurğa sütununu düz proyeksiyada çəkdikdə görmək olur. Onurğa sütununun arxa çıxıntıları mütləq bir xəttin üzərində, düz xəttin üstündə və ardıcıl olaraq bir üst-üstə yerləşməlidir. Təəssüflər olsun ki, son vaxtlar osteoxondroz deyib, bəzən renginoloqlarımızda onurğa sütununa çox belə ötəri yanaşırlar. Dərd orasındadır ki, hətta istənilən bir fəqərənin yerinin dəyişməsi, həmən fəqərənin çıxdığı yerdə çıxan sinirin müəyyən problemlə səbəb olur. Hal-hazırda yediklərimiz, içdiklərimiz, yatdığımız, durduğumuz, işlərimiz, yəni kompüterlər və ilaxır, yəni çox faktorlar vardır ki, onurğa sütununa çox müəyyən dərəcədə çox güclü təsir edir. Bunlar da son anda gətirib çıxardır fəqərənin o təşkil etdiyi qırdaqların vəziyyətinin dəyişməsinə.
Bəzən yenə deyirəm, osteoxondroz deyib üstündən keçirik. Ancaq osteoxondroz, mən bunu artıq yenə deyirəm, 90-cı illərdən manual terapevt işləyirəm deyə. Yəni bu diaqnoz özünü doğrultmur. Yəni bu rentgenoloqların belə deyək də tezbazar yazıb buraxdığı bir diaqnozdur ki, yəni nəysə xondrotik dəyişikliyiniz var. Amma düz üstünəm, yəni hal-hazırda, yəni tibbin özündə bir diaqnoz var ki, spondilit, spondilartrit, yəni bu fəqərə arası qırdaqların elastikliyin itməsi nəticəsində onurğa sütununun elastikliyin pozulması, hərəkətsizliyinə gətirib çıxardır və o da demək budur ki, qırdaq quruduqca bu sinirlər bilavasitə çökə-çökə müəyyən dərəcədə sıxılmağa məruz qalır. Mən hələ onurğa sütunu fəqərələrin yerinin dəyişməsini demirəm. Çünki yenə deyirəm, rentgenoloqlar bəzən yəni bizim gördüyümüzü bəzən yəni bizə yazıb demirlər. Ona görə də bəzən biz rentgenoloqlardan imtina edirik ki, xahiş edin, heç yazmayın, daha rahat. Çünki xəstəyə yazıb verəndə ki, osteoxondrozun var, elə bir şey qorxulu bir şey deyil. Xəstəyə gəlib başa salanda ki, sənin filan fəqərən belə burulub, belə sürüşüb, belə əyilib, belə dayanıb, belə bir konflikt bir situasiya mənə gəlir ki, mənə rentgenoloq belə dedi, sizsə mənə belə bir söz deyirsiniz. Yəni ona görə də çox xahiş edirəm bu rentgenoloqların belə pismasının bostanına daş atmaq kimi olmasın, amma son vaxtlar yenə deyirəm, biz rentgenoloqlardan narazıyıq. Həm çəkilişindən, həm düzəlindən, həm yazılışından. Ona görə də yenə deyirəm, çox mühüm şeylərdən biri də yəni həmin bu rentgenoloji vəziyyətidir. Çünki rentgeni görəndən sonra, onurğa sütunu rentgeni görəndə artıq biz bilirik ki, hansı fəqərə hara sürüşüb, hansı fəqərə necə dayanıb, qığırdağın vəziyyəti haqqında məlumat əmələ gəlir, onurğa sütunu skoliozları bəlli olur, oma sümüyünün əyiliyi bililir. Yəni, burada bir 16-17 dənə diaqnoz qoymaq olur ki, rentgenlə. Hansı ki, biz hal-hazırda, yəni çox adamda, hansı ki, onurğa sütunu ilə məşğuldur, onlar istifadə eləmirlər. Ən dəhşətli, qorxulu şeylərdən biri onurğa sütunu xəstəliklərində biz deformasiyacı spondilartrit deyirik və bunlarda əmələ gələn deformasiyalardır ki, bu osteofitlərə səbəb olur. Osteofitlər, təəssüflər ki, rentgendə ola bilər, bunu göstərəməyəcəm mən sizə, amma osteofitlər bəzən tutuquşu dimdiyinə oxşuyur. Bağları, yəni fəqərləri bir-birinə bağlayan balaca bağların girəzləşməsi nəticəsində əmələ gəlmiş çox iti uclar əmələ gətirir ki, yəni bir-birinə. Hardasa baxın, dimdiyə oxşuyur. Tutuquşu dimdiyinə, elə adı da bəzən tutuquşu dimdiklər, ancaq elmi adı osteofitdir. Yəni bu onurğa sütununun elmi nöqtədən həm MRT-sini, həm rentgenini öyrənmədən onurğa sütununa müdaxilə eləmək çox böyük təhlükələrə səbəb olur. Yəni bunu mən dönə-dönə demək istəyirəm. Çünki hal-hazırda dediyim kimi, yəni axır vaxtlar TikToklarda əmələ gələn cürbəcür o sınıqçılar yenə deyirəm, baxmadan, örtmədən, bilmədən, yəni öyrənmədən çox böyük problemlərə səbəb olurlar xəstələrə və ona görə də çox xahiş edirəm, xəstələrin özünə belə, yəni xahiş edirəm, əgər gedirsə hansısa bir manual terapiya adı ilə qəbul edən adamın yanına mütləq diplomunu soruşun. Heç olmasa həkim olsun. Çünki həkim olmayan bəndənin onurğa sütununa müdaxiləsi ən böyük təhlükələrdən biri və birincisidir. Çünki dediyimiz kimi, mən görürəm, axır bir 6-7 ayın ərzində 4-5 dənə xəstə gəlib ki, üzr istəyirəm, onurğa sütunu cırıblar əməli başlı. Yəni fiziki olaraq, fizioloji olaraq öyrənmədən, qığırdağın vəziyyətini bilmədən götürüb onurğa sütununu dartıblar və onurğa sütununda 4-5 dənə yırtıq əmələ gətiriblər. Yəni bunu biz artıq görürük. Ona görə çox xahiş edirəm. Yəni bu bir təhlükə doğuracaq şeylərdir. Ona görə də gələcəyini həm xəstələr nöqteyi nəzərdə, həm də elə o adamları eləyən adamların nöqteyi nəzərdən, yəni bu gələcəkdə böyük problemlərə səbəb olar. Xahiş edirəm. Bir balaca diqqətli olun. Bu bir. İkinci nöqtədən, yəni ikinci tərəfdən bu onurğa sütunu problemləri haqqında həkimlərin bəzən çox həddən artıq təəssüflər olsun ki, bəzi həkimlərin elə bir ki, yaddan çıxıb ki, onurğa sütunu deyilən bir qurum var, sistem var orqanizmdə. Təəssüflər olsun ki, dediyim kimi, yəni mən 98-ci ildən manual terapevt işləyirəm. Yəni bu günə qədər onurğa sütununun şəklini, rentgenini göstərmək üçün, baxmaq üçün heç bir nə kardioloqun, nə nevropatoloqun, nə qaraciyər həkimini, ya nə mədə bağırsaq müalicələri edən həkimlərin, ya ginekoloqların mı, heç birinin görmədik ki, kimsə göndərsin, rentgeni çəksin, baxsın. Ən böyük problemlərdən biri də təbabət işçilərinin, yəni həkimlərin faktik olaraq belə deyək də, onurğa sütunu haqqında, yəni demirəm məlumat olmur, biraz pis çıxar, amma onurğa sütunundan istifadə eləməmələridir. Ne üçün? Çünki əgər daxili üzvlərdə problem varsa, bu deməkdir ki, onurğa sütununda da 100%, bəlkə də deyirəm, 150% problem olmalıdır. Xüsusən də xronik xəstəliklər. Baxın, mən deyirəm də 98-ci ildə manual terapevt işləyirəm. Mən hələ görmədim ki, məsələn, hansısa bir nevropatoloq migren diaqnozu qoyduğu xəstəni göndərsin, onurğa sütununu neynəsin, baxsın. Baxın, mən bayaq onurğa sütunun quruluşu haqqında dedim, ancaq bunu bir də təkrar eləmək istəyirəm. Baxın,
5-ci fəqərəyə qədər, boynun 1-ci fəqərəsindən 5-ci fəqərəsinə qədər innervasiya deyilən bir şey var. Yəni bu sinirlər başı innervasiya edir. 5-ci fəqərədən 7-ci boyun döşk fəqərəsinə qədər innervasiya yuxarı döşk qəfəsi nahiyəsini, yəni diafraqma, ağciyər üzvlərini və bronxları innervasiya edir. 7-ci fəqərədən 9-cu fəqərəyə qədər demək mədə, mədə-altı vəzi qaraciyər innervasiya olunur. 9-cu fəqərədən hardasa 2-ci fəqərəyə qədər qarın boşluğu, 2-ci fəqərədən oma sümüyünün 2-ci fəqərəsinə qədər bel, yəni biz kiçik taz üzvləri deyirik. Bura uşaqlıq, yumurtalıq, prostata vəzisi və əlaxır və s. və ondan aşağı ayaqlar innervasiyonu, yəni oturaq siniri dediyi sinirlər artıq ondan sonra başlayır. Dərd orasındadır ki, bu onurğa sütunun istənilən səviyyəsində fəqərənin burulması mı, sürüşməsi mi, qığırdanın çökməsi mi, protruziya mı deyirik, protruziya elmi adıdır, Azərbaycan dilində qabarma biz deyirik ona və yaxud yırtıq həmən nahiyədə sinirin müəyyən problemlər gətirib çıxardır. Amma təəssüflər olsun dediyim kimi, yəni heç bir həkim, heç bir tibb işçisi onurğa sütununun bu vəziyyətindən istifadə eləmir. Üzr istəyirəm, illərlə biz görürük, məsələn, adam var ki, ürəyini müalicə edir, cavan uşaqdır 17 yaşında, 4 ildə insana dərman yazılır. Daha elə dərmanlar yazılır, elə diaqnoz qoyulur ki, yəni adam üzr istəyirəm, yəni adam ürəyi xarab olur. Xəstəni gətirirlər, göndərir, deyir, rentgen eləyiblərsə yox. Göndərir, düz proyektə rentgen eləyir, onurğa sütununda skeletli dəyişiklik var. Siz təsəvvür edin ki, onurğa sütunu bu cür istiqamətdə elə bir ki, əyridir. Yəni ağrı gedir, həm o ürək, yalançı ürək ağrısı və yalançı qol ağrısı əmələ gəlir. Üzrəm, ürək həkimləri 4 il adamı müalicə edirlər. Ancaq bir dəfə də olsun, məsələn, göndərmirlər ki, ay qardaş, get bir dənə rentgeni gətir, baxaq. Həmçinin miqren, yəni miqren deyib, üzrəm, xəstələrə narkotik maddələr yazırlar. Halbuki, əgər göndərsəz, 99,9% miqren xəstələrində onurğa sütununda əyrilik olacaq, burulmalar olacaq. Olsun ağciyər xəstəlikləri, bronxial asma. 99% bronxial asmaların onurğa sütununda təbii əyriliklər olur. Yəni, fəqərədə problemlər olur. Bunu açmaqla, faktiki olaraq onurğa sütunundakı həmən ağrıları götürməklə həmən o problemləri də həll edilmək olur. Yəni, 90-95% hallarda xəstə müalicə olunur, keçir, gedir. İstəyir yemək edirəm, yəni mən çox saya bilərəm. İstəyir, yəni taz üzvləri olsun. Bəzən olur ki, məsələn, ginekoloqların özü, bel ağrısı, aybaşı ilə bağlayırıq. Üzr istəyirəm, oma sümüyünün əyriliyi deyilən bir xəstəliyi var. Oma sümüyü, biz ona fleksiya deyirik, oma sümüyünün fleksiyası. Oma sümüyünün fleksiyası gələcəklərdə çox böyük problemlər səbəb ola bilir. Yəni, birinci növbədə elə sonsuzluğa gətirib çıxarda bilir. Qadınlarda sonsuzluq, qadınlarda uşaq düşüklərə əmələ gətirir. Yəni, hamilənin 3 ayına qədər hamilə qalır, 3 ayına çatanda sinir sistemi idarə ilə bilmir. Yəni, o qadınlara qarmon deyib üzr istəyirəm. Yəni, bunu nə qədər qarmon qəbul etməklər? Faktiki olaraq sinir sistemi əgər düzgün işləmirsə, hipertonus əmələ gəlir. 3 aydan keçən kimi sinir normal işləmədiyinə görə təbii ki, doğuşlar əmələ gələ bilmir. Biz, yəni, bu xəstələri biz gəlib çıxırlar, biz bunları görürük. O nöqteyi-nəzərdən əsas məqsədimiz nədir? Yəni, bunu söyləməklə mən istəyərdim birinci növbədə tibb camiyyəsinin fikrini biraz cəmləyə bu məsələlərə. Çünki dediyim kimi, həkimlər ümumiyyətlə, belə deyək də, rentgenoloji müayinəni tamamilə yaddan çıxardıblar. Mənə elə gəlir ki, yəni, manual terapiyada bizdən başqa rentgenə heç kəs xəstə göndərmir. Travmatoloqları başa düşürəm, yəni travmatoloji xəstələr və yaxud ağciyər xəstəlikləri, ağciyərə baxaq. Amma yəni onurğa sütunu ilə bilavasitə bu xəstəliklərin hamısı bağlıdır. Və istər-istəməz, yəni mənə elə gəlir ki, rentgenoloqların özünə də yəni daha diqqətlə çəkmək və daha diqqətlə müayinə eləmək məsləhət görürəm. Çünki dediyim kimi, yəni osteoxondroz deyib, yəni üstündən keçmək tamamilə normal bir şey deyil. Ona görə də əgər diqqətlə baxanda istənilən fəqərənin yerinin dəyişməsi, istənilən fəqərənin qabağa sürüşməsi, böylə əyilməsi və əlaxır və s. daxili üzvlərdə təbii ki, problemə səbəb olur. Ona görə də çox xahiş edirəm. Yəni, belə xəstələr elə özləri də, yəni imkan daxilində gedib rentgeni elətdirə bilərlər. Amma təbii, yəni mən heç düzdür, belə şeylərin tərəfdarında deyirəm. Amma həkimləri deyirəm, çağırıram, hörmətli doktorlar, həkimlər, üzr istəyirəm, yəni imkan daxilində xüsusən də xronik xəstələrə, əgər elə bir xronik xəstə gəlirsə, çox xahiş edirəm, göndərin rentgeni, utanmayın, çəkinməyin. Yəni MRT yəni belə deyək, müayinə üsulu deyil.
köhnə üsulların, yəni rengin özü çox gözəl, çox müəyyən 100% demirəm, yəni 99,9% bəzən diaqnoz qoymağa müvəffəq edir insanları. Ona görə çox xahiş edirəm. Yəni biz manual terapiyanın problemlərindən danışanda təbii ki biz manual terapiyanın reklamından yox, onun problemlərindən istəyirik danışaq. Təbii ki, yəni manual terapiya fizioloji olaraq bütün onurğa susunun fizioloji bərpasından məşğuldur. Yəni biz istənilən fəqənin istənilən yerdə burub yerinə oturtdura bilirik. Onurğa susunun fiskaliozların müəyyən dərəcədə qaydasına sala bilirik. Yəni qığırdağı fizioloji bərpa eləməyə çalışırıq. Yəni bu şeylər insanın orqanizmdəki o xəstəliklərin özündə bilavasitə nə edir? Kömək edir. Yəni bunu mən bir 30 ilin həkimi kimi, yəni manual terapevt kimi deyə bilərəm sizə. Ona görə də çox xahiş edirəm. Yəni bu bir haykırış kimi deyə bilərəm. Çünki mən çox çıxış eləmişəm, çox televiziyalarda, çox radiolarda çıxış edir. Ancaq buna çox həddən artıq axır vaxtlar elə suallar gətirib çıxardırlar ki, elə müayinələr gəlib çıxır ki, elə xəstələr gəlib çıxır ki, yəni mən bunu elə bir ki məcburam deməyə. Çünki dediyim kimi, yəni çox xahiş edirəm, hörmətli doktor, həkimlər, fərqi yoxdur, ixtisasından asılı olmayaraq. Əgər görürsünüzsə, onurğa xəstədə xronik xəstəlik var, çox xahiş edirəm, göndərin, utanmayın, göndərin rentgenoloji olaraq müayinə edin. Çətindirsə, üzr istəyirəm, yəni göndərin biz müayinə edək. Çətindirsə, biz başa salaq. Yəni vacib deyil, biz olaq. Amma xahiş edirəm, yəni manual terapevt deyilən həkimləri mütləq konkret baxın, seçin. Çünki dediyim kimi, yəni bu normal bir şey deyil. Hər yerindən çıxan, üzr istəyirəm, dədəbab usulu ilə oranı dartıram, buranı çəkirəm, buranı çıxardıram. Bu heç yaxşı şeylərə mənə gəlmir. Ona görə də öz xalqıma müraciət edirəm, deyirəm, çalışın imkan daxilində öz qamətinizə fikir verin, öz sağlamlığınıza fikir verin. Əgər doğrudan da xronik xəstəlik varsa, utanmayın. Yəni, bəzən bizi xəstələri manual terapiya ilə qorxudurlar. Düzdür, bir tərəfdən başa düşürəm. Çünki dediyim kimi, əgər həkim deyilsə, manual terapevt deyilsə, manual terapiya ilə xəbəri yoxdursa, onlara suni quruluşunu bilmirsə, təbii ki, belə xəstələr, belə həkimlərə, belə müayinə olunmadan getmək düzgün deyil. Ona görə çox xahiş edirəm, əgər belə bir şey varsa, imkan daxilində müraciət edin, nə lazımdırsa çəkək, öyrənək, baxaq və sizə konkret nə lazımdırsa o köməyi eləyək. Mən bu başdan da bütün həkimlərə üzümü tuturam, üzr istəyirəm. Yəni manual terapiya ilə xahiş edirəm, xəstələri qorxutmayın. Manual terapevt yanına əgər gedirsə xəstə, heç bir qorxulu şey ola bilməz. Çünki biz müayinə eləmədən, onurğa susunun problemlərini öyrənmədən, qığırdağın vəziyyətini görmədən, rentgen, MRT olunmadan müdaxilə eləmirik. Mən bu neçə illər ərzində hərdən mənə deyirlər, ay doktor, gəlmişik, olmuşuq, bilirsən. İkinci dəfədir gəlirəm yanıma, belə kör-kör edə bilirsən. Xeyr. Yəni kör-köra müdaxilə olunan onurğa susunun sonu ancaq gətirib çıxardır problemlərə. Xahiş edirəm, bu problemlərdən uzaq olun. Diqqətinizə görə minnətdaram, təşəkkür edirəm.